Azərbaycan əmək veteranı vəsiqəsinin verilməsini də qeyd etdiniz az əvvəl. Ümumiyyətlə, bu vəsiqənin təqdim olunması prosesi necə həyata keçirilir? Əmək veteranı adı və vəsiqəsi eynən Nazirlər Kabinetinin qərarı əsasında müəyyən olunmuş qaydalar ilə həyata keçirilir ki, ilk tələb, normanın ilkin tələbi şəxsin yaşa görə pensiya hüququ qazanması ilə müəyyən olunur. Kişilərdə 40 ildən çox, qadınlarda isə 30 ildən çox əmək fəaliyyəti olduqda, əmək veteranı adı və vəsiqəsi ilə təmin edilmək istəyən şəxs öz çalışdığı qurumun yuxarı icra orqanına ərizə ilə müraciət edir. Sosial Xidmətlər Agentliyi tərəfindən o şəxslər əmək veteranı adı və vəsiqəsi ilə təmin edilirlər ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhatə dairəsi çərçivəsində işləmiş olsunlar, yaxud sonuncu iş yeri ləğv edilmiş olduqda, sonuncu iş yerinin yuxarı icra orqanı olmadıqda və özəl sektorda çalışmış olduqda. Digər hallarda, yəni əsasnamədə nəzərdə tutulmayan digər hallarda vətəndaşların əmək veteranı adı və vəsiqəsi ilə təminatı onların əmək pensiyasına çıxdıqları qurumun yuxarı icra orqanı tərəfindən həyata keçirilir. Misal üçün, vətəndaş müəllim olduqda Təhsil Nazirliyinə, yəni peşəsinə uyğun fəaliyyət göstərən yuxarı icra orqanına müraciət etməklə müvafiq vəsiqəni əldə edə bilər.